Və bu gün qonağımız Fərrux bəydir. Xoş gəlmisiniz. Xəyyam. Sağ olun. Salamlar, xoş gördük sizləri. Yeni bir layihəyə başlayırıq. Bir pozitiv sahibkar layihəsinə və biz hər dəfə bir sahibkarı dəvət edəcəyik və hansı mərhələlərdən keçir, necə sahibkar olub, bu haqda suallar verəcəyik. Və bu gün də qonağımız Xəyyam bəydir. Xoş gəlmisiniz Xəyyam bəy. Xoş gördük. Cəmiyyətdə insanların çoxsu düşünür ki, milyonçu olmalıyam ya da biznesmen olmalıyam. Amma əslində bunun altyapısında bir sahibkarlıq anlayışı var. Hansı ki, sahibkar tamam fərqli bir düşüncədə olmalıdır. Yəni biznesmen odur ki, əsas alış və satışa fokuslanır, amma sahibkarın bir altyapısı var və müəyyən bir, belə deyək, sistem üzərindən cəmiyyətdə bir və yaxud hər hansı bir olduğu bir məkanda, ölkədə bir boşluq tapır və boşluq üzərindən bir yola çıxmış olur. Və ilk sualımız da bu olar ki, sahibkar olmağa qərar verdiyiniz an hansı idi? Yəni, niyə düşündünüz ki, siz bu cəmiyyətdə sahibkar olmalısınız? Əslində, belə deyim, sahibkarlıq məsələsi uşaqlıqdan gəlir. Hansı ki, mənim atam da sahibkardır və onun yanında uzun müddət fəaliyyət göstərmişəm, işləmişəm, belə deyək. Sonra bir müddətdən sonra artıq 2018-ci ildə ümumiyyətlə sahibkarlıq anlayışı tam formalaşmamışdı məndə. Amma fərqli layihələri yoxlayırdıq, belə deyək, öz dostlarımızla. Hansı ki, məsələn, biz Azərbaycanda Udemy-ni kopyası kimi bir platforma qurmaq istirdik. Sonra o batdı. Ondan sonra restoran sisteminə aid bir şey qurmaq istirdik. O da batdı. Yəni, bu, belə deyim də, içimdə olan bir enerjidir, həvəsdir. 2018-16-dan bu yana. Yəni, xüsusi bir spesifik bir məqsədim olmayıb ki, sırf sahibkar olmalıyam. Atanızı nə sahəsində olub sahibkar? Satış. Yəni, market yoxsa? Yox, market deyil. Özünün şəxsi dükanı var idi rayonda. Hə, də marketdə. Məndə də çünki eyni sistemdir. Telefon dükanı idi. Hə, telefon dükanı. Məndə atamda qida idi, ərzaq. Mən demək olar ki, 6-7 yaşımdan da hətta uşaqlıqdan o market sistemini görmüşəm. Bütün vəzifələrdə işləmişəm və məncə o da bizi bir növ tətikləyir. Düzdür, o vaxtda adam bəzən deyir ki, yox, mənə lazım deyil, satış. Mən buradan uzaq duracam. Amma həyat elə gətirir ki, insan nə qədər uzaqlaşmaq istəsə də getmir də uzağa. Bu, məsələn, mən artıq marketlərə girəndə o da mənfiləri görə bilirəm. Halbuki, amma marketinq sahəsində olan şəxslərdir ki, biz marketdə belə bir sistem qurmuşuq, satışlarımız artır, amma orada o mənfiləri görə bilmirəm. Amma mən çox rahatlıqla görə bilirəm. Hansı məhsulların vaxtı keçir, hansı məhsullar orada olmamalıdır. Arxadan götür. Bəli. Yəni ki, bunu bilən adam olanda daha yaxşıdır. Məsələn, Avropada o ərzaq sistemində necədir? Məhsullar bölünür, məhsul yenidirsə tam öz qiyməti olur. Məsələn, orada deyirsən 30% bir ay qalmışdı, amma bir həftə qalmış və 3 gün qalmış məhsul hətta 50% endirimlə satır. Çünki insanlar artıq bilir ki, 50% endirimsə demək bu artıq 3 günlükdür. Yəni mən 3 günə bunu qidanı qəbul edə bilərəmsə, tamam mən bunu alım. Yəni büdcə məsələsi də burada var. Bu sual maraqlı gəlir, çünki mənə də bu var. Yəni nə qədər uzaq qalmaq istədim. Dedim, yox, mənlik deyil, amma görürəm ki, mən sırf buradayam. Yəni mənim yaradıcılığım burada gəlir. Düzdür, hədəfdə insanda bəzən ola bilər milyonçu olun dahası, amma biznesmen anlayışı əfsus olsun ki, bizdə səhv yöndədir. Yəni sahibkar tam fərqli bir şeydir, biznesdən tam fərqli bir şeydir. 100% qatılıram. Əslində mənə də təxmini bir o periodlar olub hamısı. Hansı ki, siz 6-7 yaşında bizdə də elə olub. Yəni atam işçi götürməyib. Elə mən yanında işləmişəm. Ondan sonra ümumiyyətlə belə bir period oldu ki, biz ayrılmalı olduq. Yəni mən Bakıya gəldim oxumağa falan. Ondan ayrıldıqdan sonra da burada həmin proseslər davam edir. Yəni belə deyim də işlə haşır neşir olmuşuq, türklər demişkən. Və o elə bir fikir heç vaxt olmayıb bağlamda. İndi də yoxdur ki, milyonçu olum ya nəsə belə bir şey. Sadəcə bir iş görürük, o işi də keyfiyyətlə görmək istəyirik. Nəticəsi nə olacaq, onu gələcəkdə bilinəcək. Sadəcə belə deyim də müəyyən bir prinsiplər var. Hansı ki, düzgün iş görmək, təmiz iş görmək, insanların həyatına toxuna bilmək, eyni zamanda satdığımız məhsulun, gördüyümüz işin həqiqətən də belə deyim də insanlara lazım olduğunu biz anlayırıq. Elə o özü kifayətdir mənim üçün. Ən finalda nəticədə sadəcə istədiyimiz maliyyə baxımından ola bilər ki, o milyonçu olmaq söhbətinə görə deyirəm ki, maliyyə azadlığı olsun, kifayət eləyir.
Yəni nədənsə asılı olmayaq. Bu qədər yəni yetərlidir. Milyon olsun, minlər olsun, ehtiyac yox. Bizdə cəmiyyətdə belə bir dənə düşüncə var. İş quranda sahibkar demək, biznesmenlər deyək. Onların düşüncəsi belədir. Mən aylıq müəyyən qədər pul qazanıram, artıq özümə bir dənə ev alım, maşın alım. O artıq biznesdən gələn gəliri yox da, biznesin fondunu xərcləməyə başlayır. O böyük bir problem. Düşünün ki, mən bizim ətrafımızda olur da başqa kiçik balaca marketlər asılırdı. Mən analiz edirdim. Dedim ki, bir aydan sonra bağlanacaq. Çünki o insan düşünürdü ki, yəni məsələn də siqaret 3 manata alınıb, satır 3.50-yə. O düşünür ki, 3 manat 50 qəpik onundur. Amma o düşünmür ki, 50 qəpik və 50 qəpikdən də kommunal, işçilərin maaşı çıxanda mənə nə qədər oradan qalır? Tutalım da hər siqaretdən məsələn 10 qəpik qalır, ya nə bilim hər hansı bir qidadan da. Yəni bizdə insanlar belə düşünür ki, mən 10 minlik məhsul almışam. 20 min buradan pul gəldi, 10 min o xərcdir, 10 min qazanmışam. Xeyr, sən 10 minin içində icarə haqqıdır, vergidir, işçilərin əmək haqqısıdır, yəni kommunaldır. Bütün xərcləri ödəyəndən sonra sən nəticəni çıxartmalısan. Reklama və yaxud ümumən nə xərcləmisənsə, nə qalırsa o sənindir. Onu da sən xərcləməməlisən, saxlamalısan fondda ki, daha da inkişaf eləyəsən. Bizdə qurulan biznesdə də problem ondadır ki, yəni biznesi qurur, 1 ay, 2 ay məsələn də xalis gəlir var. Xalis gəliri başlayır xərcləməyə özü üçün ki, mən bunu istəyirəm, mən Avropa istəyirəm, maşın istəyirəm, bağ evi istəyirəm və 2 aydan sonra işçilər gəlir ki, bəs bizim əmək haqqımız, əmək haqqı bəlkə 1-2 ay gözlədim sizə. Yəni problem ondadır ki, biznes anlayışı deyil də. Yəni sadəcə anlayış odur ki, al-sat. Bu da bizim bilmirəm, cəmiyyətdə genetik olaraq oturub da. Amma mən bu sualı vermək istəyirəm ki, ən böyük dəstəkçiniz kim olub bu işi quranda? Maliyyə tərəfdən və yaxud mənəvi tərəfdən ola bilər, hər hansı bir dəstək ola bilər? Əslində maliyyə tərəfdən dəstəyi özüm eləmişəm, belə deyim də, ən başlarında. Və mən belə deyim də, Reznit ideyası gələndə, qurulan zaman 2023-cü il idi. Belə bir ideya gəldi, hansı ki, qlobal bazarda belə məhsullar var idi artıq, proqramlar var idi və Azərbaycanda olmadığını gördüm. Bu bazarda boşluq olduğunu gördüm. Sonra bir sual mənim, belə deyim də, maraqlandırdı. Hansı ki, qlobal bazarda olan həmin məhsullar, proqramlar niyə Azərbaycan bazarında gəlib satmayıb? Yəni, burada da bir nəsə var da. Nəysə, 23-cü ildə bunu planlaşdırdım, yazdıq, belə deyim də, ideyaları, sonra bunun dizayn mərhələsi və s. Mən bir müddət çox çətinlik çəkdim. Hansı ki, belə deyim, özümü tək hiss edirdim və bu işin tək belə deyim, irəli aparıla biləcəyinə inanmadım artıq. Gördüm, mümkün deyil. Və sonradan mənim yaxın dostum, uzun müddətli münasibətdə olduğumuz Sərxan Rəhimli var. Mən ona getdim, təklif elədim. O da həmin vaxtı müəyyən bir perioddan keçmişdi. Başqa bir biznesdən ayrılmışdı. Çətin dövrləri idi. Getdim, o pis vaxtda belə deyək də müraciət elədim ona. O dedi, ideya çox yaxşıdır və s. Və ona da o vaxta qədər çox ideyalar gəlirdi ki, belə ideyamız var. Bəlkə o kimi belə deyim də yanaşmaydı. O sonra getdi, fikirləşdi, elədi, gəldi. Razılaşdıq, biz tam belə deyim də hər şeyə ortaq olaraq biz işə başladıq və mən düşünürəm ki, ən birinci mənim dəstəyim, köməyim Sərxanın bu işə qoşulmağıdır. Çünki bizdə hal-hazırda Reznitdə ondan çox adam fəaliyyət göstərir, yəni əməkdaş çalışır və bu komandanın idarə olunmağı, keyfiyyətli şəkildə işlərin aparılması və s. Tək adamın işi deyil. Ən birinci dəstəkçim o idi. İkinci də ki, mən həmişə dəstəkçim valideynlərim, ətrafda dost tanışım, yəni sevdiyim insanlar olub. Ümumiyyətlə, mən belə deyim də, bu münasibətlərə çox önəm verən biriyəm və bu vaxta kimi də tanış olub, yaxşı münasibət qurub, sonra münasibətin pisləşdiyi bir adam yoxdur. Şanslı insansın. Məndə çox olub. Yəni o deyir, o arxadan vurulan zərbələr, o çox baş verir. Yəni bir sahibkarda bu baş verə bilər. Yəni mütləq şəkildə olacaq, ehtiyatlı olmalı. Çünki ən əsaslı bizim cəmiyyətdə nəyə düzdür, bu qlobalda da belədir. Yəni Elon Musk durub deyə bilər ki, hansısa tanınmış sahibkarlar, nə bilim, milyonçular, milyarderlər mənə arxadan zərbə vurur. Bu iş olur. Yəni zaten insanda bir paxıllıq hissi vardı. Yəni mən qabağa getməliyəm, hər kəsi əzib keçəcəm də. Əfsus olsun ki, sahibkarlığın demək də biznesin bu bir növ anlayışı ki, mən birinci olmalıyam. Düşünən insanlar bunu edirlər. Dəstək məsələsi necədir? Yəni
bizdə orada problemlər var. Dəstək deyəndə düşünürlər insanlar ki, maddi cəhət. Mən məsəl üçün baxıram, görürəm müəyyən saytlar var, ekosistem az, sonra digər saytlar, orada yeni startaplar var. Və sonra mən e-mail yazıram ki, mən sizə dəstək ola bilərəm. Yəni maddi də olmasa mənəvi dəstək ola bilərəm. Çəkilişlərlə, yəni işi inkişaf elətdir. Çünki mən milli düşünürəm. Yəni bu Azərbaycan adına bir proqramdır. Yəni Özbəkistan belə bizdən çox qabaqdadır. Artıq milyardlar qazanırlar startaplarından, çox qəşəng işlər edir. Onların məhsulu bizim bazarda da yaxşı fayda. Yəni amma biz çıxarda bilmirik. Niyə? Çünki biz tək getməyə çalışırıq. Biz mübarizə aparırıq cəmiyyətdə və əfsuslar olsun ki, sahibkarlar bizdə bir-birinə dəstək olmur. Müəyyən networking şəbəkələri var, nə bilim, qurum yaradıblar, qeyri-hökumət təşkilatı, tədbirlər keçirirlər. Nəticə varmı? Yoxdur. Çünki ora gələn şəxslər sahibkar anlayışına deyirlər. Yəni onların düşüncəsi müəyyən bir boşluq tapıblar, satış olur. 5 ildən çox bir şirkət belə deyə də yaşaya bilmir bizə. Çünki dəstək yoxdur. Məsələn, şirkətlər necə işdir? Mən özüm 8 il BP üçün dənizdə işləmişik. KSR Doytak idi, indi Turan Dirliyində. Düzdür, mən sıxıldım, çıxdım. Yəni dəniz artıq mən çox aktiv insanam. İdman falan, hər şeyi xoşlayıram da, insanlarla maraqlanan, ünsiyyət qurum. Ora sıxılırdım artıq, yəni 12 saatlıq iş və yorulurdum. Amma onlardan çox şey öyrəndim xaricilərdən. Yəni disiplindir, planlamadır, time planningdir. Saat 11:30-da olmalıdır, mən saat 11-in yarısıyam, 11-ə işləmişdən gəlmişəm. Niyə? Çünki necə deyim, xoşlayıram bir yerə tez getməyi. Müsahibələrdə deyim ki, 2016 dəstəkdən gələndə magistr təhsil alırdım. 40-dan çox müsahibədə olmuşdum. Yəni ora gedirdim və həm də yaxşı player olmuşam da onlayn oyunlar ki. Çünki qərarı qəbul edirdim. Bilirdim ki, ya uduzacam orada, ya keçəcəm müsahibədən, ya da uduzacam. Yəni keçməyəcəm. Yəni mən ora getmirdim. Yox, mən buradan keçməliyəm. Yəni xəyal qurum, realistik insanım və gedirdim, rahat danışırdım. Mütəxəssislə danışırdım. 10 sualın 9-unu cavablandırdım. Deyim ki, avtomatika mühəndisiyəm mən də. Amma gördüm ki, HR-ın suallarını qane eləmir. HR deyir ki, 5 il sonra özünüzü harada görürsünüz? Deyirəm ki, senior automation engineer ki, necə belə özünüzdən əminsiniz? Deyirəm, çünki mənim vaxtlarım var, o vaxtlardan taskları, tapşırıqları doldurub keçməliyəm də. Və pis olmurdum. Artıq bilirdim ki, yəni YouTube-dan araşdırdım ki, yəni müsahibədə bu hallarla rastlaşa bilərsiniz. Çünki daha çoxsa bizdə bir bəlirli bir vaxtlar var da. Yəni məsələn 40-50 yaşında bir dənə ağsaqqal oturub, hə, nə olmaq istəyirsən? Avtomatikənmi? Sən lap yaxşı. Neçə il sonra senior olasan? Deyirəm 3 il sonra. Yo, bu bir 20 il işləməlidir. Yəni artıq mənim yerimə bu adam qərar verir. Yəni insanların belə deyək, bu çox yaxşı bir şeydir ki, insanların tutumu var, kapasitesi var. Yəni mən məsəl üçün dəqiq elmləri səhər 4-də durub bir dəfə oxuyurdum. Amma mənim qrup yoldaşlarım əziyyət çəkirdi. Sən nə etmirsən? Səhər bir dəfə oxumusan. Mən deyirəm 10 dəfə oxuyuram, başıma düşmür. Nədir bu? Nə edirsən sən? Deyirəm, nə fitri istəyir, belə verilir. Yəni hər insanın bir vəzifəsi var. Yəni həyatda hər insan bir işlə məşğul olmalı. Yəni hamı müdür olmalıdır. Mən həmişə deyirəm, mən Fəhərdə işləmişəm dənizdə. Mən dedim ki, bax deyirsən ki, o bizdə vardı anlayış ki, mən onun yerində olsaydım, bir sən kəf eləyərdiniz, siz istirahət verərdiniz. Mən deyirəm ki, mən eləməzdim. Niyə? Deyirəm ki, çünki bizə bir vaxt verilib, çay fasiləmiz də var. Çay fasiləsini get otur dincəl də. Gəlirdilər işə, bizim supervisorimiz, menecerdir. Yox, gedən kimi ki, gedim nəsə zəng gəlib, yəni kim nəsə danışır sahədə, bu otururdu. Ya nə oldu, niyə oturmuşsan? Rəis getdi də. Deyirəm, yəni rəis getdi, amma işi dərkiləmir insan ki, mənim iş vaxtımdır. İş vaxtım o demək deyir, özü yor, qan-tər içində olur. Yox, amma normal sənə bu iş vaxtındır, işi görməlisən. Sənə vaxt verilib, tamam, bu stəkana suyu doldur. 10 dənə stəkana. Yavaş-yavaş o işi gör də. Yəni, niyə gözləyirsən ki? Bunu da hardan demək olar, bu türklərdə bir də qlobalda o startapçılar, böyük milyonçuların sözü var ki, daha çox türklərdə bunu işlətmişdilər, TEDx platformada. Deyir, işini iyi yap, deyir, babam deyir, demişdi ki, deyir, betonu belə deyirləyəndir. Mən məsələn onun tərəfdən, keyfiyyət. Yəni, sabah niyə kimsə desin ki, bu stəkanda niyə filan şey qatqı eləmirsən də, mən heç vaxt onun tərəfdarı olmuşdur. Çünki bu mənim yaxşı və yaxud pis olmağım deyil. Bu sadəcə mənim işimi keyfiyyətli olmalıdır ki, bu iş uzun müddətlidir və mən xaricilərdən gördüyüm bu ki, mən bunu long term, uzun müddətdə etməliyəm. Yəni, qısa müddətdə eləyim, yox etmirəm. Məsələn, bizdə indi agentlik olaraq Google AdSense-də reklamımız gedir və qlobalda müəyyən təkliflər alırıq. Halbuki özüm də oturub fikirəm ki, yəni
mən özüm 8 ildir bu sahədəyəm. Həm bloger fəaliyyətim, həm marketinqlə bağlı. Amma halbuki daha altyapıda marketdən gəlmə də biliklər var. Amma görürəm ki, 1 ilə çox şey eləmişəm. Yəni hansı ki, reklam agentlikləri var da bazarda 20-dən çox. Hansı ki, onların saytları belə yaxşı deyil, təqdimatları belə yaxşı deyil, amma mən 1 ilə nələr etmişəm də. Yəni hətta təklif vermişəm. Çindən hətta bir smart saatlar istehsal olunan bir şirkət idi. Onlarla danışdım, dedi ki, bəs Kontaktonda biz satırıq. Amma yəni kütləvi satılım dedim, valla Kontaktda 20 dənə orada smart var. Amma dedim, istəyirsənsə bizim bazar deyim də Huawei-dir, Apple-dır, Samsung-dur. Bu 3-4 dənədir. Yəni onlarla özü yorma. Dedi, çox sağ ol. Yəni mən ona demədim də gəl mənim müştərim ol. Mən artıq bir sahibkar kimi yanaşdım ki, realist. Yəni gəlmə də realistsən, yəni itirəsən. Yəni bu qədər pul xərcləmə. O da xanımı dedi ki, çox sağ olun. Deyir, biz 2-3 nəfərlə görüşmüşdük. Bizə dedilər ki, bəs reklamlayacağıq falan, səhifə açan əmnə. Yəni ona sahibkar gözü ilə yanaşdım. Və yaxud bu studiyada kimsə gəlib iş görmək istəyir, mən o sahibkar gözünə bax. Deyirəm ki, nə qədər pul var, nə qədər xərc çəkə bilərsiniz? Deyir, bu qədər. Deyirəm, sizin büdcə uyğun bunu eləyə bilərik. Əməkdaşlarınızla gəlin, tutalım, icarəni götürün. Sonra lazım olar çəkilişi bizdə. Yəni bazarda bir məhsul yaratmaq sahibkar anlayışı odur. Yəni boşluq tapmaq. Yəni boşluq tapmaq milyonçu olmaq demir. Sadəcə tutalım, mənim orada təlim də keçirəm. Təlimdən misal çəkirəm, burada bir coffee shop açsam, nə baş verər də? Görürəm ki, fərqli fikirlər gəlir. Satışlar artar, siz bilirsiniz bu sahəni. Deyirəm, yox, yəni mütləq deyil. Mən çünki bazarı araşdırmalıyam. Burada nə qədər sakin yaşayır, hansı yaşdadır, kofe içir, çay içir, su içir, kofe içir, ayda neçə dəfə içir, gündə nə. Bunu mən araşdırandan sonra, 3-6 ay keçəndən sonra mən artıq pulum var, özüm edirəm. Yoxdursa bir investor tapım, deyirəm ki, bu belə bir startup istəyirsən, gəl burada coffee shop açaq, işləyəcək. Yəni bu anlayış olmalı. Bizdə bu yoxdur. Bizə deyirlər ki, 10 min, 20 min tapdım, dəstək pul var, işi qururam, işi qurur. Məsələn, indi investorlar da artıq qorxurlar. Çünki əvvəl investorlar daha, belə deyək, açıq idilər, yatırım etmək istəyirdilər, dinləyirdilər. İndi investorlar birdən uzaqlaşırlar. Deyir ki, mənə nə qədər qarantiya verəsən? Yəni, startupda heç kim qarantiya verəməzdir, mütləq şəkildə ki, bu alınacaq. Əslində, o dediyiniz məsələ hamısı doğrudur. Amma orada belə deyim də, mən bəzi düşüncələrim fərqlidir. Məsələn, o deyirdiniz ki, gedib networking eləmək və s. Düzdür, onun üstündə biraz keçdik, çox gəldik bu yana. Həm startup anlayışı, həm o networking müəyyən bir kütlə var və bəzi işlər var ki, ona görə adamlarda avtomatik bir stereotip yaranır da, yəni biznesmen, gedin networking eləmək. Amma mən düşünürəm ki, onların hamısı boşuna vaxt etkisidir. Məsələn, biz Reznitdə hələ ki, heç bir tədbirə qoşulmamışıq. Hər gün mail gəlir də, mail gəlir ki, filan tədbir, peşman tədbir və ya hər hansısa bir investorun arxasında düşüb qaçmamışıq ki, yanımıza investisiya eləyin. Ya kiməsə özümüzü sübut eləməyə çalışmamışıq. Məncə, bəzi şeylərin uğursuz olmanın səbəbi elə oldu. Yəni, müəyyən bir, belə deyim də, xülyaya dalıb, müəyyən bir stereotipə bürünüb, nələnsə dalınca qaçmaq. Halbuki iş qalır bir qıraqda. Amma əsas fokus məncə həmişə işə verilməlidir. Zaten sən işi yaxşı görsün, keyfiyyətli görsün, nəticə də olsa lazım şeylər gəlib sən özü tapacaq. Yəni gedib ən başda o qədər vaxt itirməkdənsə, qayıt gəl bu tərəfə, öz işi gör, keyfiyyətlə gör, yaxşı gör, siz dediyiniz bütün məsələlər bura aiddir. Müştəribə dəyər ver. Digər məsələlər hamısı özü gəlib səni tapacaq, hətta artıqlaması ilə. Birinci mərhələdə sən gedib kiminsə qapısında gözləyirdinsə, nəyisə inandırmağa çalışırdınsa, ikinci mərhələdə yəni o biri atlasın, qarşı tərəf sənə eyni şeyləri sən eləyəcək. Məncə o startup dediyiniz məsələnin böyük problemlərindən biri də budur. Tədbirlər və s. Təbii ki, onlar lazımdır, göz önündə olmaq, amma məncə ən böyük məsələ işin içində olmaqdır. Hansı ki, biz məsələn 7-24 support veririk müştərimizə. Müştərimiz problem olur, zəng edir, bizə problem var, işləmir proqram. Gedir, görür ki, interneti kəsdir məsələn. Ümumiyyətlə, internet yoxdur da orada. Amma deyə bilərdik ki, yox, biz tədbirdəyik, bugün gələ bilməyəcəyik, sabah gələnməyəcəyik. Bu kimi məsələ olmamaq. Biz bu yaxınlarda Naxçıvana gedəcəyik, Yevlaxa gedəcəyik, oradan Gəncəyə gedəcəyik. Niyə görə? Çünki orada müştərilərimiz var. Uzun müddət proqramı istifadə edirlər aktiv şəkildə. Biz gedib onlarla görüşmək istəyirik. Mən bir dənə burada görmüşdüm. Bir tələbəm vardı, proqramı. Gözəllik salonudur, onlarda var. Rezervasiya, sonra nəsə başqa xidmətlər dedi ki, onda gördüm əpi.
istifadə edirlər. İstifadə edirlər, hə. O da ki, bizə çətin. Çünki bizim cəmiyyət biraz texnologiyaya yatdı. Ya biz o biraz çətindir bizdə. İstifadə eləmək istəmirik. Yəni adi metoddan istifadə edəndə artıq NFC ödənişlər çıxıb, yəni insanlar hələ də ona qəbul etmir ki, kartımdan yəni pul çəkəcək. Yəni biz texnologiyadan ayaqlaşa bilmirik. Biraz çətindir bizim üçün. Əslində texnologiya söhbət deyil. Texnologiya ayaqlaşa bilməsəydi, bu gün hamı son çıxmış bütün proqramları istifadə edir də, belə baxanda. Instagramdır, TikTokdur. Yəni necə lazımsa video çəkməyi də bilirlər, belə deyim də, müəyyən resurslar əldə etməyi də bilirlər. Amma daha çox uğurlu görürsə bizim Azərbaycanda olur. Yəni adi bir şeydir ki, mənə 200 manat verəcək Azər. Deyirəm qardaş, bu özün bir dənə oturub ki, yəni Azər 10 milyon adama 200 manat niyə versin də? Yəni milyonçuluq niyyəti deyil də. O qaldı ki, bizneslərin texnologiyaya açıq olmağı o tam fərqlidir də. Yəni bir B2B var, bir B2C anlayışı var da. Məsələn, B2C tərəfdə hər şey əladır. Hamı belə deyim də, yəni son texnologiyanı istifadə edə bilir. Yəni əvvəl atıram 10 il qabaq kimsə gəlib öz yaşlı adamdan söhbət edir. Pensiya kartından pulunu çıxarda bilmirsə, indi rahatlıqla gəlib eləyə bilər. Yəni mən bunun şahidi olaram. Amma yenə də pul kartda saxlamır da. Saxlamır. O da müəyyən səbəblərə görədir. O texnologiyanı qəbul edirik. Sadəcə az bir faiz qəbul. Məsələn, bizim yenə cəmiyyətə çıxaq, sual verir, deyir 0.7, əla, super, 0.7 dəqiq. Deyirəm, bu qədər inkişaf çıxıb, 360 dərəcə kamera çıxıb, radar çıxıb, auto collision çıxıb, dəyməsin maşını sözü stoplayır. Bəlkə o sadəliyi sevir. Hə? Bəlkə sadəliyi sevir. Mən daha çox taksilərlə bunu sevirəm. Sadəcə onlar məcburiyyətdən indi çin maşını sürür. Çoxsunda belə bir düşüncə var ki, həm elektrik maşındır, bizi zərər verir. Yəni mən o fikirlə razıyam. Çünki insan psixologiyasında belə bir şey var. İnsan birinci dəfə bunu görəndə sual verməlidir. Bu telefon ziyandır, xeyirdir, gedib araşdırmalıdır. Biz şübhəli yanaşırıq, amma araşdırmırıq. Biz araşdırmağı sevən belə deyək, cəmiyyət, bu günahlandırmıram cəmiyyət. Sadəcə bizim cəmiyyət sevmir. Mən bir yer deyirəm, mən hər şeylə maraqlanıram. Genetikanla, biologiyayla, psixologiyayla yoruluram, bəli yoruluram. Amma mənə maraqlı gəlir də. Yəni mən bir marketolog olaraq hər şeyi niyə də bilməyim. İşıqdır, işığı da araşdırıram. Nə bilim, mikrofon onu da araşdırıram. Suyu belə, hər şeyi araşdırmaq sevirəm. Amma bizim cəmiyyətdə demirəm hamı sevsin. Yəni mən demirəm ki, hamı mənim kimi olmalıdır. Xeyr. Amma müəyyən bir misli olmalıdır da. Yəni mən razıyam. Elektroavtomobil gəldi, şübhəlisən, biraz araşdır da internetdə. Nə bilim, fizikadan araşdır, nə bilim, bir ChatGPT çıxıb onunla danış ki, mən ziyandır, xeyr. Yəni bu da bizdə yoxdur. Onun mən tərəfdə. Adi məsəl üçün avtobus istifadə edirəm gündəlik. Baxıram ki, orada stop düyməsi vardı. Yəni stop nə demək? Yəni mən düşmək istəyirəm. Baxıram düzdür, cavan nəsildə biraz inkişaf edib, bunu da araşdırıram, analiz edirəm, görürəm ki, hə, cavan nəsildə var 40 yaşa qədər. 40 yaşdan yuxarı köhnə sistemlə işləyir. Mütləq dayanmalıdır. O da dayanacaqda adam yoxsa sürüb gedir. Bu saxlamadı. Başlayır döyməyə, sındırmağa, adam çoxdur səs. Yəni mən nə edim? Məsələn, mən marketdə işləyəndə 2008-də milyon aparatda təzə çıxmışdı. Bunu hər yerdə deyirəm. Təzə çıxmışdı və mən çölə çıxdım, görürüm ki, kimsə orada vurur da milyonu. Dop. Dəmirdir də, dəmiri nəyə vurasan? Çıxmışam, deyirəm, ağsaqqal nə olub? Bu pulu oğurlayır, nə bilim nə. Deyirəm, burada Azərbaycanla yazıb ki, yəni 1 manatdan nə bilim də 4.000, 5.000-ə qədər pul qoymaq olar. Yəni çox olmaz. Mən indi 6.000 qoymazdım. Neyniyim? Nəysə, hoşum 1 ay keçdi. Heç kim orada dənişləmir də, kamal dəniş falan. 1 ay keçdi, görürəm orada dur baxsa. Allah bunu çıxardan canı sağ eləsin. Mən indi 200 kilometr poçta getmirəm. Rahat burada işlərimi görürəm. Yəni niyə birinci biz belə deyək də pis deyirik və ya avtobus yolları çıxdı da ki, hamı rahat getsin. Yəni də onda misal çəkim, çox danışıram, bilirəm. 1 saat gedirdi avtobus, indi yarım saat. Bunu analiz edirəm. Okey, mən qabağa düşürəm də. Yarım saat əvvəlki vaxtın mən üçün əladır da, nə istəyirəm? Yəni bu biraz bizdə var ki, yəni biz yeni çıxan texnologiyanı, hər hansı bir proqramı biraz pisləmək var bizdə. Ən əsas suallardan biri ilk aylarda, ilk bu işə başlayanda problemlər nə olur? Yəni bir sahibkar bu podkastı dinləyəndə nələri nəzərə alsın, nələri düşünsün, artıq özündə bir tapşırıqlar qeyd eləsin ki, ilk başda mən bu problemlərə rastlaşa bilərəm. İlk baş ancaq elə problemlərdir, belə deyil. Yəni rahat keçən bir dövr üzr istəyirəm yoxdur. Mən belə düşünürəm də, biz hələ də o başlardayıq. Yəni başın nə vaxt bitəcəyi bilinmir də. O 3 ildə ola bilər, 5 ildə ola bilər, 1 ildə ola bilər. Çünki müəyyən bir qrafikada müəyyən bir nöqtə var, point var. Ora çatandan sonra artıq görürsən ki, hər şey başqa şəkildə davam edir. Yəni əvvəlki üzləşdiyim problemlər yoxdur. Artıq belə deyim də, böyük problemlər var. O da
maliyyə belə deyim də, maliyyə axını böyütdü, biraz başqa problemlər. Yəni xırdapara məsələlər yoxdur. Onda artıq istəyirsən ki, yəni sən ilkin mərhələni atlamısan, belə deyim. İlk başda problemlər nədir? İlk olaraq komanda məsələsi ən böyük problemdir. Yəni kimlə işləyəcəksən, kimlər səninlə işləyəcək? Yəni düşünürəm ki, ən önəmli məsələ, yəni insan faktoru olan komanda məsələsidir. Birinci. Komanda yaxşı qurulmalıdır. Komandada münasibət yaxşı olmalıdır. Əməkdaşlar belə deyim də proyekti sevərək işləməlidir. Hansı ki məsələn bizim bir əməkdaşımız var, hələ də bizlə belə deyim də işləyir. O Almaniya köçdü bu yaxında və xanım da özü də bizlə dizaynerdir. Deyir ki, mən deyir istəyirəm ki, Almaniyada təklif edeyim oradakı müəssisələrə rezindir. Yəni bu mən düşünürəm ki, bu bizim komanda yaxşı qurmağımızdan irəli gəlir ki, həmin insan sırf maaş, pul, nə bilim, iş olsun prinsipinə yanaşmayıb. Daha yəni məhsulu bəyənib, inanıb, komanda inanıb və o düşünür ki, o daha da qatqı verə bilər. Nəinki o öz iş çərçivəsində belə deyim də qırağa çıxaraq daha yaxşı bizə töhfə verə bilər. Biz də eyni. Çünki o bilir ki, o bizə nə qədər versə, biz də ona o qədər qaytarırıq. Yəni bu prinsiplə yanaşırıq biz məsələyə. Ən birinci məsələ komanda məsələsi. Hansı ki bizdə ən başlarda ən lap başına gedirəm. Biz bu işə başlayanda ilk komanda quranda çox çətinlik çəkdik. Bəzi lazımsız adamları gətirdik. Sonra fərqinə vardıq ki, onlar lazım değildi bu iş üçün. Sonra onların ayrılmağı, bir də əməkdaş gəldi ki, bu gün başqa bir iş tapmışam. Halım pisləşdi, 2 gün yoxam, 3 gün yoxam. Belə məsələlər var idi. İkinci məsələ bizdə səbir məsələsi çox önəmlidir. Hansı ki, B2B işlərdə satış əməkdaşlarının texniki dəstək komandasının səbirli olmağı çox önəmlidir. Hansı ki, biz özümüz ən başda biz özümüz gedirik. Sərxanla mən düşürdük küçələri, gəzə-gəzə. Girirdik içəri, belə çıxın gəlməyin. Elə bilirlər ki, nəsə o gəlir, 1 manatımız var, 2 manat var. O bizə çox pis təsir edirdi, amma səbirli olurduq da orada. Yəni hətta deyirdik ki, xanım biz bir qoyun deyək ki, nə üçün gəlmişik də bura. Üçüncü məsələ, istədiyimiz adama gec belə deyim də çatırdı. Bu da nədir? Məsələn, bizə lazımdır ki, həmin müəssisənin sahibi və ya oranın administratoru. Tapa bilmirik. Amma biz gedirdik ora, məsələn, sahibi orada olmur da. Yəni 7-24 olmur. Resepsiyonlar olur, işçilər olur və s. Onlar bizi şey edirlər. Deyirlər ki, yox istəmirik, bizə lazım deyil, bizdə var. Və ya başqa cür işləyirik. Biz ümumiyyətlə lazım deyil. Biz çıxırdıq, amma o qədər inan elə müştərimiz var ki, biz girmişik ora, bizi deyirlər ki, yox o lazım deyil. Çıxmışıq oradan. Instagramda o digital marketinqlə oranın rəhbəri görüb. Bizə yazıb ki, mən bunu axtarıram bizim sistem üçün. Gəlin görüşək. Biz getmişik, amma o bizi qovlayanı pis vəziyyətdə qoymamışıq da, deməmişik ki, biz gəlmişdik bura, bizi dala qaytarırlar. Yəni bu kimi məsələlər, indi texniki məsələlər də çox çətinlik olur. Hansı ki, verdiyim məhsul stabil olmalıdır. Hər tərəfli belə deyim də, biz pul alırıqsa sizdən, sizə də o pulun müqabilində çox keyfiyyətli xidmət verməliyik. Hansı ki, siz hər dəfə deməməlisiniz ki, yəni bu nədir? Veriblər mənə, işləmir və s. Amma ən başlarda o problemlər həmişə yaşanırdı. Biz müştərilərimizə bir təhər başa saldıq ki, həll edirik indi. Həqiqətən də həll edirdi. Yəni, bildiyiniz 7-24 onlayn idi. Daha hələ də elədir. Məsələn, bugün bazar günü olmağına baxmayaraq, əməkdaşlar işləməsə də biz işləyirik. Məsələn, mən bura gələndə burada bəzi müəssisələr gördüm, çəkdim, atdım qrupa ki, gələrsiniz satış etməyə. Yəni yeni proqram olanda həmişə belə problemlər olur, amma artıq siz 3 il, 5 il keçəndən sonra artıq o problemlər yenidən olanda sizin artıq təcrübəniz vardır. Siz artıq geri dönüşlər edə bilirsiniz. Əlbəttə. Onu gərək belə deyək də insanlar qəbul etməli, daha çox sahibkar qəbul etməli ki, yəni bu nədir? Təzə proqram qurmusunuz, işləmir. Yəni bu normaldır, axı təzədir bu. Bu 5-10 ilin proqramı olsa, müəyyən bir zaman alsa, o zaman haqlı olur. İnan onlarda da baş verir. Məsələn, keçən 3-4 gün əvvəl Cloudflare-da bilirsiniz, problem oldu. Bütün sistemlər getdi yəni. Yəni 6 DNS eləməyənlərin hamısı getdi. Yəni o Microsoft olmuşdu, o boyda sistem dünya çökmüşdü, təyyarələr dayandı, nə bilim. Yəni bu baş verə bilər. Yəni mən ona görə hər şey realistik baxıram. Adi məsəl üçün avtobusda kimsə nəsə deyirəm ki, avtobusda yol təkəri partladı. Allah eləməsin deyir. Deyirəm ki, ola bilər mən inanclı insanam, amma
sənin əgər qismətində bu varsa, bu baş verəcək. Yəni sən ondan qaça bilmirsən. Sadəcə hazırlaşmalısan. Və bu stəkan düşübsə, bizdə cəmiyyət var bizdir ki, ayda bu necə bərpa eləyim? Bərpa eləməməsən, sadəcə bunu yığışdırıb atmalısan, yerinə bir stəkan gətirib qoymalısan. Bu qədər sadədir. Yəni yenə deyirəm, mənim o xaricilərlə işləmək səbəbim mənim bu müsbət fikirli olmağım, stressdən uzaq, rahat. Problem var o ki, məsəl üçün bax, proqramda problem çıxır. Mən məsəl üçün müqavilədə belə bir şey eləyə bilərəm. Bizdə məsəl üçün elə işləyirdi. BP deyirdi ki, BP idarə edirdi hər şeyi. Heç bir şey BP eləmirdi. Yəni BP sadəcə idarə edir. Qaz, neft çıxardan ayrıdır. Nə bilim, təmizlik ilə, yemək, hər şey özü eləyir. Başqa şirkətlər özü sadəcə nəzarət edir. Müdürdür, gəlir, baxır. Və nə edir? Tutalım mən qazmanı məsələn 31 gün eləməliyəm. Yəni yaxud 20 günə. Mən bunu uzadanda deyir ki, okey, mən sənə bu pulu kəsirəm. Mən sənə 20 günün pulunu verəcəm. Çünki planım bu idi. 10 günü sən şirkət öz büdcəndən ver. Çünki problem səndə olub, avadanlıq işləməyib, nə bilim, işçilərin olmayıb falan, bu artıq sənin problemin. Amma tez bitirəndə, tam 20 günü 15 günə bitirib də qazma və ya digər işlər bonus verirdi. Bu sistemləri gətirmək olar ki, yəni hansı ki problem çıxdı, 1 saat deyə bilərsiniz ki, tamam da ödədiyiniz aylıq ödənişin tutalım 10%-ni sizə geri qaytar və yaxud 10% güzəşt ki, çünki bizim sistemdə problem çıxıb 1 saatlıq, yəni 2 saatlıq sizin işiniz ləngitmiş. Biz çox eləyirik elə şeylər. O dediyimiz sistemi biz çox eləyirik. Əslində belə deyim də. Hətta bax belədir. Biz gedirik müştəriyə deyirik ki, bu problemləri həll edirik. Fakt var da bu məsələ problemdə. Birinci, yəni inanmaq istəmir. Yəni şübhəli yanaşa bilər, inanmaq istəməyə bilər. Və ya biz deyirik ki, götürün yox buyurun. 2 aydan sonra gələcəyik məsələn. Yəni tezdən oturub danışarıq. Təbii ki, o proses ərzində biz 2 ay full onunla oluruq. Həmin müəssisənin bizdə əməkdaşlar məsələn durmadan yazırlar, suallar verirlər. Çünki belə deyim də dəftərdən Azərbaycanlılara dəftərdən keçirlər ora. O da çox çətin məsələdir. Təbii ki, başqa məhsullardan keçən müştərilər çoxdur bizdə. Başqa bir vaxtda kimi başqa bir proqram istifadə edib, tam onun istədiyini verə bilməyib o belə deyim də produkt məhsul bizə keçib onlara biraz rahat olur. Amma dəftərdən keçən müştərilər də var və biz 2 ay veririk ki, bax veririksə götürün sınayım da, pul falan da lazım deyil, 7-24 dəstəkdir, nə vaxt problem oldu, yazın, zəng eləyin, soruşun, sualınızı verin. 2 ayın sonunda, yəni belə deyim də %90% də biz müsbət geri dönüş alıb davam edirik fəaliyyətə. Niyə görə? Çünki biz yalan satmırıq. Biz həqiqətən bir problem əldə edirik və o dediyiniz az öncə bildiyiniz bir məsələ var idi ki, inanmır nəsə, o kişi məsələ var idi, deyiriz 2 pul, milyon məsələsi. O problemləri bu şəkildə aradan qaldırırıq. Və məsələn, dediyiniz bir məsələ var idi ki, sahibkara və ya ümumiyyətlə də kimləsə işləyirsənsə, ona stupka eləməklər, güzəştlər eləmək. Onlar da belə deyim də, həqiqətən real praktikada istifadə olunur və dediyiniz tam doğrudur. Biz tam ondan istifadə edirik. Məsələn, elə vaxt olur ki, gəlib deyir ki, mən bu ay biraz bizdə başqa problemlər oldu və s. Onlar biraz da belə deyim də, güzəştlər olunsun falan. Heç bir problem yoxdur. Yəni biz sui-istifadə olunmadığı müddətcə, yəni biz bunların hamısında göz yumuruq, özümüz də istəyirik. Çünki benim də qarşılıqlı münasibətdir də. Onlara yaxşı olanda bizə də yaxşıdır. Bizdə yaxşı olsa onlara da yaxşıdır. Hətta müştəri yanaşması. Elə sahibkarlar var ki, məsələn, həqiqətən də o dediyiniz prinsiplə hərəkət edirlər ki, yerli məhsula dəstək verək, öz məhsulumuz da hətta bizi belə deyim də tövsiyə edirlər başqa müəssisələrə, hansı ki, necə bu gün sizin, məsələn, mənim developer ətrafım var, tanışımda, mən hər hansı bir məhsul istifadə edəndə o birisine də məsləhət görürəm ki, bu yaxşıdır. O prinsip orada da keçərlidir. O artıq gəlir keyfiyyət məsələsinə. Məsələn, bizim marketə gələndə bizi bilirlər ki, biz yalan danışmırıq. Mən məsəl üçün orada 5 cür şirniyyat növü var idi. Deyirdim ki, bu üçün yemişəm, şirindir, yaxşıdır. Bu ikisini yeməmişəm. O deyir ki, mənə yaxşı qonağım gəlir, mən yaxşı şirniyyat hansını alım, deyirəm bundan al. Gelir da deyir, nə yaxşısı. Yəni, hətta mən olurdu, deyir ki, məsəl üçün, bu necə? Deyirəm ki, bu yaxşı deyil də, alma. Bu prosta gəlib, bunu qaytaracaq. Niyə? Sat da, sən satıcı deyilsən. Deyirəm ki, hər şey satılmamalıdır da. Yəni, əgər bu yaxşı bir şey deyilsə, mən bu məcburi satın, pul qazanım məsələsidir. Ona görə o əslində yaxşı bir şeydir. Yəni, keyfiyyət üzərinə, kvalitet üzərinə gedəndə, çünki siz uzun müddətli düşünürsünüz. Əlbəttə. Siz qısa müddətli düşünsəydiniz, tez necə milyonçu olun, bir dənə ev alın, maşın alın. Hə, onda keyfiyyət olmur.
biz belə işləyirik, qardaş, istəyirsən işdə, istəmirsən ki, başqa adam tap. Biz axı şirkətdə də bu suala cavab tapırıq. Yəni bizə bu cavab verir. İstəmirsən get deyək bazarda başqa şirkətlə işlə. Bilir ki, bazarda yoxdur, məcbur asılı olaraq bu şirkətlə işlə ki, müəyyən bir işləri bu şirkət daha yaxşı qiymətə və yaxud nə bilim daha yaxşı güya xidmət göstərir, amma xidmət deyil də o. Çünki biz ola bilər yeniyik biznesdə, sahibkarlıqda, amma müəyyən bir şeyləri biz öyrənməliyik. Yəni sahibkar yeni çıxan hər şeyi qəbul etməlidir. Yəni nələr yeni çıxırsa onu tətbiq eləmək lazımdır ki, daha yaxşı olsun. Ayaqlaşmaq lazımdır. Bəli, yəni demirəm hər şey. Məsələn, indi o çox adam ki, nə oldu? O boyda Microsoft çökdü, bütün dünya dayandı. Ona qalsa da gərək heç bir iş görməyək də. Yəni biz oturaq ki, heç bir sistemi avtomatlaşdırın. Çünki mən avtomatika mühəndisi olaraq hər şey düşünürəm ki, hər şey avtomatik olmalıdır. Hər şey avtomatlaşsın, rahat şəkildə, yəni idarə olunsun. Düzdür, bu bir növ insanlara bu nifrət dolu bir fikir yaradır ki, yəni robotlar olsa işimizi əlimizdən alırsınız. Amma yox, niyə də insanlar 2-3 işlə məşğul olmasın. Bəzi sahibkarlar çətinlik görən kimi deyir ki, yox, bu iş mənlik deyil, bu işi buraxıram. Bu fikir hər bir sahibkarda olur. Hətta məndə də belə olub, yalan deməyim. Çünki həqiqətən riskli işdir. Yəni sahibkar həmişə risk edərək bu yerə gəlir. Yəni oturmuşam, mənim milyonum var, bir dənə bu startapı qurum. Belə bir anlayış əlbəttə ki, yoxdur. Deyərdim Azərbaycanda 90% sahibkarda bu yoxdur. Yəni startap quran şəxslərdə. Olub sizdə belə bir hal ki, çətindir, bu işi atım və yaxud satım aradan çıxım. Satmaq məsələsi olmayıb, belə deyim də. Hə, biraz xaotik dönəmlər olub, belə deyim. Yəni bezmişik. Nə mənada bezmişik? Yəni problem olub, o problemi həll eləmişik ya istədiyimiz kimi eləyə bilməmişik və ya müəyyən bir, belə deyim də, problemlər yaşanıb, orta artıq belə nə özümə demişəm ki, yəni lazımdır. Yəni niyə başıma bu qədər problem gedim rahat maaşlı işdə işləyim. Yəni zaten belə deyim də, mən uzun illərdir proqram mühəndisi olaraq işləyirəm və 4 ildən çox da Azərbaycan bazarının fəaliyyət göstərmirəm. Yəni mən remote olaraq işləyirdim. Hansı ki, burada mən Finlandiyanla, Almaniyanla, Türkiyəylə, Rusiyanla, fərqli ölkələrlə işləmişəm və şükür Allah, yəni pis olmayıb da. Yəni o sistemli işlərin çıxıb, belə xaotik vəziyyətə düşməyə biraz yorurdu ən başda adamı. O vəziyyət bizdə də yarandı, amma necə oldu, mən sizə belə deyim. Dedik ki, olmaz da belən kimi. Üstündən 1 saat keçdim, müştəri yazdı ki, bəs belə-belə. Sonra fikirləşdik ki, biz cəmaata məhsul satmışıq. Bunlar istifadə edirlər. Geri atdım yoxsa? Nətər geri qayıtaq da buradan? Yəni biz, o adam özümüzü düşünmədi ya, müştərini düşündük ki, yəni biz ona məhsul vermişik, o bütün sistemin bura köçürdü, bütün bazasını, bütün əməliyyatlarını biz nə eləyir. Düşünün, o Cloudflare gələnə bizə də getmişdi. Gedəndən 5 dəqiqə sonra, 3 dəqiqə sonra telefon dayanmırdı da, supporta zənglər, yazılar falan. Uşaqlar çatdırmırdılar ki, belə deyim də, müəllim, bəs xanım, bəy, o şey qlobalda gedir və s. və s. Deyir, YouTube işləyir ki, o zəhlənin rəsətini. Deyir, YouTube işləyir ki, bizdə Twitter atır ki, Twitter işləmir. Nə bilim, başqa platformalar, onlar işləmir. Belə çox çətin vəziyyətdir, amma dediyim kimi, şükür Allaha keçmişik o çətin yolları. Mən də çox inanclı insanam və belə deyim də, Allahın nə məsləhət bilirsə olacağını düşünürəm. Yəni özü belə deyim də, çox o da közə vurmaqla deyil. Nə mənada o da közə vurmaq deyirəm. Yəni filan şey niyə olmadı, peşman şey niyə olmalı, mütləq belə olmalı. Yəni nəsə olub olmayıbsa o məsləhət elədir də. Yəni çünki bizdə elə şeylər olub ki, bax ən başda bizim istifadə etmək istədiyimiz texnologiya və s. texniki tərəflərə çox girmək istəmirəm də. Yəni ümumi kütləyə xitab eləmək istəyirəm danışarkən. Belə deyim, əsas ürəklərindən biri müəyyən səbəblərə görə qırıldı. Yəni biz onu istifadə edə bilmədik. Fikirləşdik ki, ayda nətər edəcəyik? Yəni bu hansı ki sistemin əsas parçalarından biridir. Amma fikirləşdik 1 saat falan başqa bir belə deyək, həll yolu ağlımıza gəldi. Dedi, ev yoxda, qoy belə eləyək. Amma o başqa həll yolu o qədər sevildi ki, hansı ki, yəni biz o köhnəsi ilə geçsəydik, bu qədər biz nəticə əldə edə bilməzdik. Hər tərəfli, həm qazanc tərəfdən, həm xidmətin keyfiyyəti tərəfindən, həm belə deyim də, funksionallıq tərəfdən o istədiyimizi əldə edə bilməyəcəkdik. Yəni mən o
o belə deyim də həmin anlar çox olub həyatımda. İndi də baş verir. Məsləhət nədirsə odur da, yəni. Alınmırsa alınmır. Burada məsələ nədir? Yəni yenə də xarici şirkəti deməliyəm, çünki riskləri qiymətləndirmək lazımdır. Risk menecment. Bunun onlayn təhsillər də var, təlimlər də var. Məsələn, mən yolda yenə deyirəm, gələndə niyə tez gəlirəm? Çünki mən riskləri qiymətləndirirəm. Yolda qəza ola bilər, yol bağlana bilər. Hər an hər şey ola bilər. Dünə başıma gəldi. Yəni mənim 1 saat yolumdursa, mən həmişə getdiyim yerləri analiz edirəm. Falan yerdən falan yerə gedirəm. İstisna da getdim yarım saat. Gələcəkdə artıq özüm üçün bir lesson learn saxladım bunu kitabımda yarım saat. 1 saat çıxım. Gəlin orada parkda gəzim. Yəni hər şey risk atmayın. Çünki mən niyə işə gecikim? Mən niyə görüşə gecikim? İstisna olur. Olur hətta olub ki, iş görüşməyə gecikmişəm. Amma %90% üzəri gecikmirəm. Deyirəm nə qədər müsahibə olub ki, gəlib tez oturdum. Saat 3-də çağırıb, 2-də oturmuşam. Xanım baxır belə qeyd etdi ki, dəqiq o sızsız 3-də gəlmə. Deyirəm ki, hə, tez gəlmişsiniz, siz elə bil. Deyirəm ki, mən özüm belə istəyirəm də. Yəni narahat eləmirəm deyirəm. Yox. Deyirəm oturmuşam orada telefonumla, nəm su içəcəm, kofe içəcəm. Yəni rahat elə. Hə. Yəni mənə bir rahatçılıq gəlir. Elə bil əlimdə, bilmirəm, bəlkə də özümdə əlimdə həmişə bir kozur saxlayıram da ki, mən tez gəlmişəm. Yəni bu mənim fəlsəfəmdir. Hətta bir dəfə bir psixoloqla podkast deyəndə qayıtdı ki, əmdə çox disiplinlisiniz. Necə həyatda yaşayırsınız da? Deyirəm ki, disiplin deyəndə daha çoxun disiplinlidir, bəli. Götürürəm, hamısı planla var. Harda saat neçədə görüşdəyəm. Müəyyən gün tam buraxıram. Yəni heç bir plan yoxdur. Spontan, yəni gəzmək istəyirəm, gəzirəm, idmana getmək istəyirəm, əylənmək istəyirəm. Nə istəyirəmsə onu edirəm, amma müəyyən günlər çalışıram disiplinli yaşamağa. Yəni düzdür, müəyyən kitablar da olub, şəxsi inkişafla bağlı kitablar həyatımda son 3-5 ildə dəyişikliklər olub, amma xoşlayıram bunu. Amma bizdə bu yoxdur. Risk məsələsi. Məsələn, sistemdə problem çıxanda mən də olub əvvəlki günahlandırdım proqramı ilə, kargo şirkəti. Sonra görürüm ki, o adam da mənim kimi adam. Mən ona görə artıq kimlənsə danışır, deyirəm, başa düşürəm, sizin problem deyil. Yönləndir texniki şöbəni danışım, görün, bu problem nədir, neçə günə. Çünki onun verəcəyi cavab sadəcə bir gözləyin. Mən nə qədər gözləyim? 1 ay gözləyim, 3 ay gözləyim. Axı mənə bir vaxt deməlisən də. Deyirəm, texniki şöbəyə yönləndirin. Ya texniki şöbədən cavab alın, e-mail yazın, bir zəngləyin, bir mesaj yazın. Dejavu oldu nəsə. Siz elə bir bu məsələni mən hardasa görmüşəm. Var mı sizin Instagramda bu məsələ, danışdığınız məsələ? Instagramda deyəndə bu çox danışmışam. Seminara da danışmışam. Olabsa orada görmüşəm. Bir anlıq dejavu oldu. Hardasa bunu eşitmişəm. Yox, sizlə elə bir danışmışam, siz bunu mənə demisiniz. Mənə də olur elə bir şeylər. Televizorda baxıram, deyirəm, bu kadr imin harasa mən yer rastlaşmışam. Yəni biraz mən bunun tərəfdarıyam. Məsələn, mən CV-də məsələn yazırlar da ki, risk management. Məsələn, təlimdə bunu həmişə deyirəm. Deyirəm, bax, risk management, time planning, leadership. Bunlar gedin, deyirəm, təlimini alın və bunu praktik eləyin. Oturun 5 nəfər, qərar verin. Məsələn, mən bu təlimin sonunda həmişə deyirəm ki, düşünün ki, 5 nəfər dizaynersiniz. 1 nəfərin postu qəbul olunmalıdır, yaxud nə reels qəbul olunmalıdır. Yoxdur, qərar verici supervisor xəstələnib gəlib. Nə edirsiniz? Oturur belə. 1 nəfər seçər. Deyirəm, yox, bəs yuxarı rəhbərlik var. Rəhbərlik seçə bilər. Nə bilim, müavin var, müəyyən bir şöbələr var. Yəni burada bir plan olmalıdır da, prosesə nəzarət olmalıdır. Proses xaotik, başlı başına qalmamalıdır. Mütləq şəkildə o kimsə əvvəlcədən o həmin şəxs xəstələnən bir namizəd seçməlidir, onu rəhbərlik qəbul etməlidir və yaxud o da olmasa başqa bir şəxs olmalıdır. Yəni addım-addım, step by step orada bir idarə etmə sistemi olmalıdır. Çünki xaotik olsa 5 nəfərdən birini seçsə, deyəcək ki, bu seçib o marketinq müdirimiz, o da onu çox istəyir, elə ona görə o filan xanımı və yaxud bəyi bəyəndi, getdi, onun postu bəyəndi. Bunda artıq intriqa yaranır. Bir dəfə şübhə olub, real. Yəni mən xarici şirkətdə bunu görmüşəm. Yəni yeri şirkət demirəm. Xarici şirkətdə mən bunu görmüşəm ki, 1-2-3 dəfə olub ki, nə həmişə elə ələmdar keçirir qabağa. O nə iş görüb ki? Görürüm ki, artıq paxılır. Mən artıq onu supervisor olmaya onu idarə etməyə çalışıyorum. Oturum deyim ki, bax, məndə bu bacarıqlar var. Mən məsələn keçən dəfə belə bir işi tapşırdılar, taskı, mən o filan proseslərini idarə elədim. Deyir ki, hə, düzdür. Onda yəqin səbəb biliblər də. Artıq ona yəni ki, o artıq başa salım ki, yəni məni seçməyə bilərlər, amma indi mən üzərinə çalışmışam da, belə deyək. Yeni başlayan sahibkarlar yəqin ki, bizi izləyirlər və yeni sahibkar olmaq istəyən şəxslərə çoxdur. Hətta görürük də bazarda yeni startaplar gəlir, düzdür, uğursuz olanlar da olur, bu normaldır. Nə tövsiyə verə bilərsiniz? Yəni ilk addım olaraq nə etsinlər, nələrə diqqət etsinlər və yaxud biznes qurmaq istəyirlərsə
maddi və yaxud mənəvi kimdən dəstək ala bilərlər? Tövsiyə deyəndə yəni öz düşüncəmi mən sadəcə burada Təcrübələrimizi deyə düşüncəmi tövsiyə əsla vermərəm. Çünki bir adamın prinsipindən başqasınınki eyni deyil. Amma bunu deyə bilərəm ki, bir dənə düşüncə var məndə ki, deyir, anası atası böyüyə bilərsən, ortaqsız böyüyə bilməzsən də. Yaxşı bir ortaq tapmaq lazımdır başlamaq üçün. Amma bir kriteriya nəzərə almaq lazımdır ki, məsələn, ortaq var ki, deyirsən ki, 5.000 sən qoy, 5.000 mən qoy, nəsə eləyək. Yəni, sırf pul xatirinə ortaq gəlsə o iş alınmayacaq. Amma sırf sizə deyirəm ki, siz bu dizayn, kontent, marketinq işlərini aparın. Mən texniki tərəf aparacam. Yəni, elə ortaq olaq. O şəkildə çox qabağa gedə bilərik. Bax, bu əsas prinsipi unutmasınlar. Pul xatirinə ki, məsələn, gəl 10.000 qoy, 50-50 bölüşək. Siz 10.000 qoysunuz. Ayda gələndə mən pulumu ver. Siz pulunuzu qoyun, mən enerjimi qoyum. Bəli. Elə qabağa gedək, bu səhvi eləməsinlər. Çünki ətrafımda bu səhvi eləyən çox adamı görmüşəm. Birinci məsələ budur. İkinci məsələ budur ki, müəyyən stereotip özlərinə geyindirməsinlər. Yəni, çalışmaq lazım ki, sadə olmaq lazımdır. Tez maşın alın, tez bilən ev alın. Hələ maşın, ev məsələsi, pul məsələsi, yəni, o deyil də. Düşünürəm ki, yəni, birinci puldan önəmli başqa bir motivasiya olmalıdır. Sən həqiqətən keyfiyyətli iş gördüyünə inanmalısan. Həqiqətən belə deyim də, kimlərsə kömək elədiyi və sənin yaratdığın məhsulun həqiqətən ehtiyac olduğuna belə deyim, inanmalısan. İkinci prioritet olaraq 2-3-də pul falan gəlməz. Çünki kim deyirsə, mənim üçün pul önəmli deyil. Boş məsələdir də. Yəni, çünki necə önəmli olmaya bilər ki, siz bu gün xəstələnsiniz, sizə pul lazımdır sağalmaq üçün. Və ya, nə bilim, yəni, standart şeylərə də bu. Bu da milli mənəvi dəyərlərimiz də bizə uşaqdan ediblər ki, pul əl çirkidir, puldan uzaqdır. Amma pul əslində məsələsində o pulla bağlı Babillə zəngin insanı, Varlı ata, kasıb ata kitabları, orada uşaq vaxtından artıq 3-5 yaşından uşağı öyrədir ki, get pul qazan. Necə pul qazana bilərsən? Artıq o baxır. Görür ki, o biri vardı, ABŞ-da göstərilmiş ki, deyir, uşaq baxır ki, hər gün işə gedəndən ayaqqabılar çirklidir. Gedir bir dənə ayaqqabı o təmizləyən alır. Sonra başlayır onu satmağa. Yəni bu insanlar niyə ayaqqabı çirklidir? Yəni bu uşağın 5 yaşı var. Yəni elə məktəbə də getmir, amma satış öyrənməyə başlayır. Ayaqqabı təmizləyir, pul alır. Ayda nə qədərsə pul gətirir. Atası deyir ki, hə, atası da biznesmendir. Yəni pulu da var, milyonçu da hətta deyərdim. Amma uşağı pul qazanmağı öyrədir ki, qazan. Çünki mən sabah sənə bir biznes verəndə onu itirmə də. Yəni pərakəndə xərcləmə də, gedim ev alım, maşın alım, həyat yaşayım, kef eləyim, olmasın. Yəni müəyyən bir minimalist olaraq nələrə pul xərcləməlidir, onu bilsin. Bizdə cəmiyyətdə bu dəyişməlidir. İndi amma mən görürəm ki, 31 yaşım var, amma artıq görürəm yeni gələn 18-20 yaşda gələn nəsil artıq pul qazanmaq belə deyək, həvəsindədir mi, artıq qabağına hədəf qoyub ki, mən iş qurmalıyam, mən satış etməliyəm. Bu əslində yaxşı bir şeydir, amma düzdür, bunu yaşlı nəsil bəyənmir. İndiki uşaqlar pul qazanmaq istəyir. Xeyr, niyə? Axı bu qazanmasın. Axı bu inkişafa gətirir, iqtisadiyyatı inkişaf etdirir. Yəni bu olmalıdır. Hamı maaşlı iş bəli, mən kimi avtomatikam sağ bir sistem quracaq. O maaşlı işləyənlər azalacaqlar. Yəni bu bariz bir nümunədir. Yəni bu hər yerdə görülür. Artıq nə bilim evlərdə robot işləmək üçün ABŞ-da Çində test edirlər ki, robotlar daha yaxşı olsun. Evdə təmizlik də eləyir, yemək də bişirir, hər şey eləyir. Yəni evdə yaşamağa ehtiyac yoxdur. Yəni gəl yeməyi ye, yat çıx get də. Yəni belə bir vəziyyət yaradılar. Təşəkkür edirəm. Gəldiniz, danışdınız. Yəni ki, buradan da müəyyən bir böyük sahibkarlar görüb sizlə əməkdaşlıq edə bilər. Maraqlı sistemdir, uğurlar sizə. Amma bu olur. Həmişə insan mənfilərdən düşünür, bəlkə bu işi dayandırır, amma əgər bir yerdə bir boşluq tapılıbsa, o biznes qurulubsa, o çətinliklərə sinə gəlmək lazımdır. Amma networking əslində yaxşı bir şeydir. Networking mən indi də özüm çalışıram bunu qurmağa, amma standart, real networking. Minimalist, hansı insanlarla ki, normal işləmək olar. Amma o tədbirə gedib mən networking quracağam. Yəni mən 1000 manat verim, orada bir dənə mənə təşəkkür. Mən məsələn hər gün gəlir, deyirəm ki, mənə lazım deyil. İddia var, nə bilim, netdi var. Onlara hər hansı bir müəyyən bir yerə gələndə, müəyyən bir işdə layihələr görəndə bəli olar təqdim eləmək olar. İlin nə bilim rəqəmsal layihəsi seçilmək olar. Dövlət tərəfindən bu layihələr var. Yəni zaten orada iştirak edən. Yəni mənə bir dənə təqdimat versin, oradan bir dənə sertifikat asım ki, mən falan tədbirdə 1000 manat vermişəm. Yəni bu artıqdır. Yəni bu var elənsi ilə bir 10 dənə elə var. Hə.
Adın qoyub networking, hə 1000 manat verin siz üçün təqdimat, reklamla, bir də orada təşəkkürnamə. Siz ilin nə bilim rəqəmsal layihəsi. Yəni zaten bu dövlət tərəfindən Kimə görə, nəyə görə ilin rəqəmsal layihəsi? Yəni sadəcə bizə bir görüntü məsələsi var. İzlədiyiniz üçün təşəkkürlər. Yəqin ki, növbəti qonağımız da bir sahibkar olacaq. Öz fikirlərinizi bölüşərsiniz. Bəlkə bildikləriniz oldu, amma yəqin ki, bilmədikləriniz də oldu. Və növbəti sahibkarı bəlkə siz də deyə bilərsiniz, amma biz özümüz də növbəti sahibkarı tapacağıq. Mənim də sloqanım Be Positive-dir. Sloqanımız da Be Positive.